Şamatın gəncləşməyi haqqında nə düşünürsən? Mən keçən bir videoya baxıram. Orada Anish Giridən soruşurlar. Anish orada belə bir maraqlı cavab verir. Deyir ki, əgər sən 13 yaşında artıq Grossmeister deyilsənsə, şahmatı at. Sən nə düşünürsən bu haqda? O qədər də yox, amma təbii ki, şahmat gəncləşib. Yəni şahmat o qədər gəncləşib ki, mən artıq dünya səviyyəsində qoca şahmatçı sayılıram belə. Düzdür, Azərbaycanda hardasa gənc sayılıram. Çünki əfsuslar olsun ki, xaricdə olan qədər bizdə öndə olan çox gənc şahmatçılar yoxdur. Yəni 12-13 yaşında. Ona görə hətta mən belə burada gənc sayılıram. Amma ümumi götürəndə mən əslində heç də gənc sayılmıram. Dünya şahmat aləmində dünya çempionatı maçı olacaq. Biri səhv etmirəmsə birinin 20 yaşı var. Digərinin 20 yaş var. 2 dənə. Sindarov daha balacadır, eləmi? Yox, o Sindarov əslində daha böyükdür, 2005-ci ildə. Amma səhv etmirəmsə ad günü dekabr ayındadır. Yəni yəni maç olan müddətdə hər ikisinin 20 yaşı olacaq. Yəni 2 dənə 20 yaşlı şahmatçı dünya çempionatı uğrunda maçda mübarizə aparacaq və yəqin ki, elə ortalama yaş olaraq götürsək böyük ehtimalla ən gənc maçdır, böyük ehtimalla bu. Ən gənc şahmatçılar oynadığı maç olacaq. Yəni getdikcə cavanlaşır şahmat. İndiki dövrdə məsələn Yağız Ərdoğmuşa və sair baxırsan, bilmirəm indi neçə yaşı var. Deyəsən 15 yaşı var. Yəni o 17-18 yaşında dünya çempionatı uğruna maça çıxsa, yəni heç də şok olmaram belə deyək. Yəni bu gedişlə.